bağ deyirəm sizə. Novxanıda Amor restoranın yanı. Videoda da görəsiniz küçəsinin ətrafında olan gözəl villaları. Bilirsiniz, bərbaşdan qiymətini deyirəm. 350.000 manata 12 sotun içində Kupcalı gördüyünüz bax bu bağ evi təcili olaraq satılır. Qiymət sondur. Yəni qiymət haqqında danışmayın. Elə bir qiymətə dedik ki, sizə bu villanı alasınız. 350.000 manata 12 sot, 5 otaq. Həyatın görürsünüz, qəşəng besetkası var, manqalnisi var və istəsəniz burada belə bir tikili tikilib, onun üstündə də nəsə bir yay üçün qəşəng panoraması olan nəsə bir tikə bilərsiniz. Hovuzu olan, bir sözlə əsas bunun mən yerin bəyəndim. Mərkəzi yolun yaxın, arası 100 metr. Bir sözlə təqdimatımız başladı. Buyuraq baxaq. Çöldə besetkası var. Burada xan çınar ağaçları var. Bir sözlə havası gözəl, dənizə yaxın. Bu villanı təqdimatına başladıq, getdik. Bu küləkli havada sizə bu villanı təqdim edirəm ki, gəlin alın, nə də qaçırtmayın bunu. Çöldə sanuzeli var, jaruzun qapısı var. İndi mən sizə bu villanın içərisini təqdim eləyim. Baxaq, getdik. Bu villada hər bir şey nəzərdə tutulur. Bütün pəncərələr hamısı reşotqalanıb. Bir dənə bir balaca əl gəzdirmək lazımdır. Yüngül əl gəzdirsəniz, bu villanın qiyməti 700.000'lik villadır. Mən sizə 350.000 manata təqdim edərəm. Getdik. Gəldik Mansara. Mansarın qıraq tərəfləri hamısı kərpiçlə hörülüb. Burada olsanız çox gözəl, şirin bir mansarı var. Rahat. Və mansarın burada terası da var. Bu qiymət çox gözəl bir qiymət. Son qiymət 350.000. Ətrafında da ən bahalı villalar da. Burada 2 milyon, 3 milyonluq villalar var. Bir sözlə Allah alana da satana da xeyir versin. Dəniz panoramasına baxın və ətrafındakı gözəl evlərə də baxın. Bu villanı qaçırtmayın. 350.000 həqiqətən bura. Gözəl bir şansdır da. Düşüb. İnşallah xeyrisindən. Bundakı gözəl villalar həqiqətən çox gözəldir. Keçək o birisi otaqları da sizə göstərim. Getdik. Təqdimatımız bitdi. Sizə gözəl villalar çıxardıram, biri-birindən gözəl. Hələ bundan başqa bir dənəsinə gedib çəkilişə gedirik. 350.000 manata 12 sot, 5 otaq bu villanı sizlərə təqdimatını bitirdik. Sağ olun, səhifəmizi bəyənməyi unutmayın. Hələlik.